Burada da şokolad qoxulu olan Agaricus çeşitlərindən biri. Yeyilə bilən bir növdür. Baxın. Taze, qəşəng şampinyon göbələyinin bir növüdür. Bunların içərisində zəhərli olan növlər necə ayırt edilir? Pis qoxulu, yəni xlor qoxulu olanlar, bir də gövdəsini zədələdikdə saralan növlər zəhərli qəbul olunur. Yalnız Agaricuslar üçün bu keçərlidir, başqa göbələklər üçün yox. Yəni şampinyon növləri içində zəhərli olanlar yalnız gövdəsi zədələndikdə saralan, bir də qoxladıqda xlor qoxusu kimi qoxan növlər yeyilmir. Qalan növlər hamısı yeyilə biləndir. Agaricus çeşidləri çoxdur. Şampinyon çeşidləri bu. Tam olaraq adını bilmirəm, amma dəqiq bilirəm ki, yeyilən növlər içərisindədir. Şokolad qoxulu bir növdür. Aşağıda da var idi, çox sayda gördüm, amma qurtlamışdı, götürmədim. İndi bunları da lepista ilə qatmaq istəmirəm. Nədənsə göbələkləri qarışdırıb, yeyilə bilən də olsa qarışdırıb yeməyi, bişirməyi sevmirəm. Yəni hamısı ayrı-ayrı bişirilsə daha yaxşıdır. Bir-birinə qarışdırmaq doğru deyil. Mənə görə doğru deyil, əslində problem deyil. Yəni göbələk bir halda ki, zəhərsiz yeyilə bilən göbələk növüdürsə problem deyil, amma nədənsə mənim ürəyimcə deyil, yəni növləri qarışdırmaq. Çünki hər göbələyin özünün bir, necə deyim, bir su dadı, qoxusu ayrı olsa daha məsləhətdir.